Salam dəyərli kanal izləyicilərim, hər birinizi salamlayıram. Bugün sizlərə trigonometrik funksiyalar bölməsindən olan sırf buraxılış və blok imtahanlarında istifadə olunmuş sual nümunələrinin izahını paylaşacağam. Bugünə qədər demək olar ki, adivolunluq kəsirlər, faiz nisbət tənasüb, çoxluqlar bu bölmələrin həmin bu tip suallardan olan sualların izahlarını paylaşmışam. Kanalda yerləşdirilib və linkə daxil olub həmin video izahlara baxa bilərsiniz. Və həmin video izahların davamı da olacaq. Bugün isə trigonometrik funksiyalar bölməsinin izahını verəcəyəm. Daha sonra növbəti izahlarımızda isə həndəsi izahları və cəbr izahları da yer alacaq. Və siz bu videoları izləsəniz, bu izahlara bir dəfə özünüz baxıb, bir dəfə də özünüz sərbəst işləsəniz, bir növ mövzuların bir çoxunu təkrarlamış olacaqsınız. Həm də blokda buraxılışda istifadə olunmuş sual nümunələrlə tanış olacaqsınız. Bu da sizə çox dəstək olacaq. Çünki bəzən olur ki, keçmiş illərdə istifadə olunmuş suallara bənzər suallar blok imtahanında düşmə ehtimalı yüksəkdir. Ona görə də bu videoları izləmənizdə çox fayda var. Gəlin ilk sualımızla başlayaq. Birinci sualımızda 3 bölünsün pini olduğu kimi yazırıq. Mötərizənin içərisində arc kosinus mənfi kökdə 3 bölünsün 2-ni kosinus alır. Biz bilirik ki, arc kosinus mənfi olanda pi'dən çıxmalıyıq. Pi çıxılsın. Kökdə 3 bölünsün 2-ni isə alır 30 dərəcədə, yəni pi bölünsün 6-da. Sinus kökdə 3 bölünsün 2-ni alır 60 dərəcədə, yəni pi bölünsün 3-də. Tangens kökdə 3 bölünsün 3 isə alır pi bölünsün 6-da. 3 bölünsün pini olduğu kimi yazırıq. Mötərizənin içərisini sadələşdiririk. Mənfi pi bölü 6 ilə müsbət pi bölü 6 ilə islah gedəcək. Və nəticədə qalacaq pi plus pi bölünsün 3 və o da bizə verəcək 4 pi bölünsün 3. Buradan da pilər ixtisar gedəcək. 3'lərimiz də ixtisar gedir və nəticəmiz bərabər olur 4-ə. Birinci sualımızın doğru cavabı olacaq Y variantı. İkinci sualımıza keçid alaq. İkinci sualımız da sadə sualdır. Tangens alfanın olduğu kimi yazırıq. Tangens 90 dərəcə plus alfa. Biz bilirik ki, 90 dərəcədə ad dəyişir. Yəni sinus kosinusa, tangens kotangensə keçir. Tangens 90 dərəcə plus alfa deməli düşəcək ikinci rübə. İkinci rübdə isə tangens mənfidir. Və adı da dəyişəcək olacaq mənfi kotangens alfa. Və biz bilirik ki, tangens alfa ilə kotangens alfa tərs funksiyalardır. Və tərs funksiyaların da hasili 1-ə bərabərdir. Və kotangensin qarşısında mənfi olduğu üçün də bizim hasilimiz mənfi 1-ə bərabər olacaq. Doğru cavabımız olacaq. İkinci sualımız da D variantı. Üçüncü sualımız A-nın hansı qiymətində, hansı ən böyük qiymətində funksiyanın ən kiçik müsbət dövrü pi bölünsün 3 olur. Gəlin müsbət dövr üçün olan düsturumuzu xatırlayaq. Yəni bu düsturdan istifadə etməliyik. Y bərabərdir kosinus kx plus b. Və biz bilirik ki, kosinusun dövrü, yəni t bərabərdir 2pi bölünsün k-ya. Və indi baxırıq, bizim burada k-nın yerində a kvadratı minus 30 durur. Yəni k kvadratı, daha doğrusu k-nın yerində a kvadratı çıxılsın 30-da durubdur. Yəni 2pi bölünsün a kvadratı çıxılsın 30 bərabər olmalıdır. Və ən kiçik müsbət dövrümüz isə şərtdə pi bölünsün 3 veribdir. Buradan pilər ixtisar gedər çarpaz vuran zaman və nəticədə qalacaq a-nın kvadratı çıxılsın 30 bərabərdir 6-ya. A kvadratımız bərabərdir 36-ya. A bərabərdir müsbət mənfi 6-ya. Və bizə deyir ən kiçik qiymətində, A-nın hansı ən böyük qiymətində. A-nın ən böyük qiyməti də burada 6-dır. Ona görə də doğru cavabımız olacaq 6. C variantı. Dördüncü sualımıza baxaq. Dördüncü sualımızda sinüs 2 alfanın qiymətini mənfi 3-də 1 verir. 3 tangens kvadratı 3pi bölünsün 4 çıxılsın alfanı hesablar. Yəni tangens kvadratı alfanın düsturunu yadımıza salaq. Tangens kvadratı alfanın düsturu bərabər olurdu. 1 çıxılsın kosinus 2 alfa bölünsün toplar kosinus 2 alfa. Və indi həmin düsturu qaydanı bu düsturumuza tətbiq edirik. Yəni 3 tangens kvadratı
3 pi bölünsün 4 çıxılsın alfanın yerinə yazarıq. 3 vurulsun 1 çıxılsın kosinus 3 pi bölünsün 2 çıxılsın 2 alfa. Məxrəcdə isə yazarıq. 1 toplam kosinus 3 pi bölünsün 2 çıxılsın 2 alfa. Və bunu da sadələşdirsək, kosinus 3 pi bölünsün 2 çıxılsın 2 alfa. Yəni 270 çıxılsın 2 alfa deməkdir. Burada da yenə kosinusun adı dəyişib sinusa keçəcək. Və 270 çıxılsın alfada artıq qayıdır 3-cü rübə. 3-cü rübədə isə mənfi olur. Deməli 3 vurulsun 1 topla sinus 2 alfa bölünsün. Aşağıda da yenə eyni qaydada. Aşağıda isə 1 çıxılsın işarəmiz yenə 3-cü rübə olduğu üçün mənfidir. Sinus 2 alfa olacaq. Və bundan sonrası da artıq qiymətləri yerinə yazmaqdır. Sinus 2 alfanın qiyməti məlumdur. 3 vurulsun. Sinus 2 alfa 1 çıxılsın. Sürətdə olacaq. 1 çıxılsın 3-də 1. Məxrəcdə isə 1 topla 3-də 1. Bərabərdir. Yuxarı hissəni silib yuxarıdan yazaq. Üç vurulsun. Sürətdə qalacaq 3-də 2. Məxrəc isə 3-də 4-dür. Bunu da elə tərsinə çevirib 4-də 3 yazıram. Və buradan 3-lər ixtisar gedir. 4-dən 2-də gedir. Qalır 2-də 3. Yəni 3-ü də 2-yə bölsək 1,5. Doğru cavabımız olacaq 4-cü sualımızda C variantı. Növbəti 5-ci sualımıza baxaq. 5-ci sualımızda ifadənin ən kiçik qiymətini istəyir bizdən. 12 sinus kvadratı x topla 4 kosinus kvadratı x. Gəlin biz burada 12 sinus kvadratı x-i parçalayıb 8 sinus kvadratı x topla 4 sinus kvadratı x kimi yaza bilərik. Və topla 4 kosinus kvadratı x. Və bu bizə eynilik düsturundan 4 sinus kvadratı x ilə 4 kosinus kvadratı x bizə 4-ü verəcək. 4-ü mötərizə xaricinə çıxarsaq sinus kvadratı x ilə kosinus kvadratı x 1-ə bərabərdir. Yəni nəticəsi də olacaq 4-ü də 1-ə vuran zaman 4. 8 sinusun kvadratı 8 sinusun kvadratı x. Baxın, açıq şəkildə yazıram onu. 4 vurulsun sinus kvadratı x topla kosinus kvadratı x. Yəni bu eynilik bizə 1-i verir. Və burada qalır 8 sinus kvadratı x topla 4. Və biz bilirik ki, sinus kvadratı x-in ən kiçik qiyməti 0-dır. Və ona görə onun yerinə 0 yazırıq. 8 vurulsun 0 topla 4. Nəticəmiz bərabər olacaq 4. 5-ci sualımızın doğru cavabı olacaq 4. Altıncı sualımıza baxaq. Altıncı sualımız sinüs alfa çıxılsın beta. Topla kosinüs alfa sinüs beta, sinüs alfa kosinüs beta. Gəlin sinüs alfa çıxılsın betanı açsaq. Sinüs alfa çıxılsın beta bizə verəcək sinüs alfa kosinüs beta çıxılsın kosinüs alfa sinüs beta. Və toplayırıq kosinüs alfa
sinus beta'yı. Məxrəci isə olduğu kimi yazırıq. Sinus alfa kosinus beta bərabərdir. Sürətdə kosinus alfa sinus betanın əks işarələr ixtisar gedirlər. Sinus alfa bölünsün. Sinus alfa kosinus betanın da sinus alfa kosinus betaya nisbəti 1-ə bərabər olacaq. Yəni doğru cavabımız 6-cı sualımızda olacaq 1. 7-ci sualımıza baxaq. 7-ci sualımız 1 çıxılsın kosinus 2 alfa, 1 çıxılsın kotangens 4 alfa, kotangens üstü 4 alfa bölünsün 1 çıxılsın kotangens kvadratı alfadır. Deməli 1 çıxılsın kosinus 2 alfa. Gəlin bu müxtəsər bölmə düsturu ilə sürətdəki 1 çıxılsın kosinus 2 alfanın olduğu kimi yazaq. Amma 1 çıxılsın kotangens üstü 4 alfanı parçalayıq. Yəni qruplara ayırıq. Kotangens kvadratı alfa 1 plus kotangens kvadratı alfa. Məxrəci isə 1 çıxılsın kotangens kvadratı alfadır. Bunlar ixtisar gedər. İxtisar gedən zaman 1 plus kotangens kvadratı alfada bizə hansı düsturu verirdi? 1 çıxılsın kosinus 2 alfa 2 sinus kvadratı alfanı verir. Kvadratı alfanı verir. 1 plus kotangens kvadratı alfa isə 1 bölünsün sinus kvadratı alfanı verəcək. Bunlar da ixtisar gedən zaman nəticəmiz qalacaq 2. Və doğru variantımız olacaq D variantı. 8-ci sualımıza baxaq. Deməli 8-ci sualımızdan sinus 15 dərəcə kosinus 15 dərəcə topla kosinus 15 dərəcə böl sinus 15 dərəcə yazarıq. Sonra ortaq məxrəcə gətirərik. Kosinus 15 dərəcə sinus 15 dərəcə. Birinciyə bölən zaman sinusun kvadratı 15 dərəcə. İkincidə isə kosinusun kvadratı 15 dərəcə qalacaq. Sürət bizə 1-i verəcək. Məxrəc isə kosinus 15 sinus 15 dərəcəni verəcək. Sürəti olduğu kimi yazırıq. Məxrəc isə sinus 2 alfaya gətirək məxrəci. Məxrəci sinus 2 alfa düsturuna gətirmək üçün. Məxrəcə bir 2-də 1 əlavə edirik. 2-də 1 olsun 2 sinus 15 dərəcə kosinus 15 dərəcə. Məxrəci 2 sinus 15 dərəcə kosinus 15 dərəcə isə sinus 30 dərəcəni verəcək. Sinus 30 dərəcədə 2-də 1-ə bərabərdir. 2-də 1-də 2-də 1-ə vuran zaman 4-də 1-i də 4-də 1-ə bölən zaman nəticəmiz olacaq 4. 9-cu sualımıza baxaq. Alfa sinus alfa 2-də 1-ə bərabərdir. Deməli, bu əgər 90 dərəcə ilə 180 dərəcə arasındadırsa, biz bunu 30 dərəcə götürə bilmərik. O zaman 180 çıxılsın 30, yəni alfamız 150 dərəcə olacaq. Alfanın qiyməti burada 150 dərəcə olacaq. Gətirib digər ifadədə artıq yerinə qoyub alfanın qiymətini yerinə qoyub hesablamalıyıq. 110 dərəcə toplam 6-da 1 vurulsun 150 dərəcə. Kotangens 110 dərəcə topla 150-ni də 6-ya bölən zaman 2 dəfə düşəcək 12 25 dərəcə. Yəni olacaq kotangens 135 dərəcə. Kotangens 135 dərəcəni necə hesablamaq olar? Kotangens 135 dərəcəni yazarıq. Kotangens 90 topla 45. 90 dərəcədə biz bilirik ki, adı dəyişəcək və rübü də dəyişəcək. Olacaq mənfi kotangens mənfi tangens 45 dərəcə olacaq. Və 45 dərəcədə 1-ə bərabər olduğu üçün mənfi 1 qiymətini alacaq.
9-cu sualımız olacaq B variantı. 10-cu sualımıza baxaq. 10-cu sualımızda isə sinüs pi bölü 6, sinüs 4 pi bölü 7, sinüs 3 pi bölü 7, kosinüs pi bölü 3, 4 pi bölü 7, 3 pi bölü 7 ifadəsini sadələşdirmək istəyir. Gəlin burada sinüs pi bölünsün 6-nın qiymətini də yerinə qoyaq. Kosinüs pi bölünsün 3-ün də qiymətini yerinə yazaq. Sinüs pi bölünsün 6 30 dərəcədir, yəni 2-də 1-dir. 2-də 1. İkidə 1 vurulsun. Sinüs 4 pi böl 7. Sinüs 3 pi böl 7. Sinüs 4 pi. Yəni mənfini qabağa verib, ən yaxşısı burada mənfi 2də 1 qarşıya verib. Burada yazarıq kosinüs pi bölünsün 3-də 2də 1 olur. Yəni elə yazarıq kosinüs 4 pi böl 7. Kosinüs 3 pi böl 7 çıxılsın. Sinüs 4 pi böl 7. Sinüs 3 pi böl 7. Baxırıq ki, burada da alfaları eynidir, betaları eynidir. Deməli, bu da hansı düstur xatırladır bizə? Kosinüs alfa plus betanın açılışıdır. Yəni, mənfi 2də 1. Kosinüs 4 pi böl 7 toplam 3 pi böl 7'nin açılışıdır. Bu da bərabər olacaq. Mənfi 2də 1 kosinüs pi. Yəni kosinüs 180 dərəcəyə. Kosinüs 180 dərəcədə də 1'ə bərabərdir. Mənfi 1'ə bərabərdir. Bu da nəticəmiz olacaq. Müsbət 2də 1. Yəni müsbət nəticəmiz olacaq 0,5. 10-cu sualında olacaq. Bu olacaq 0,5. 11-ci sualımız. 11-ci sualımızda sadə. 11-ci sualımızda deməli sadə sualdır. Yazırıq 75 vurulsun. Pi bölünsün 180. Buradan da 12 ixtisar aparsaq, hər birini 15'ə bölsək 5 pi bölünsün 12 qalacaq. Yəni 5 pi böl 12. 11-ci sualımız olacaq Y variantı. 12-ci sualımız. 12-ci sualımızda 1 minus kosinüs 42 dərəcə bölünsün sinüs kvadratı 21. Deməli aşağını sürəti olduğu kimi yazırıq. Məxrəci isə sinüs kvadratı 21 dərəcənin yerinə 1 çıxılsın kosinüs 2 alfa, yəni 1 çıxılsın kosinüs 42 dərəcə bölünsün 2 yaza bilərik. Bunu da buna bölən zaman nəticəmiz qalacaq 2. 12-ci sualımızda cavabımız olacaq 2. 13-cü sualımıza baxaq. Fx bərabər sinüs 8, X bərabər kosinüs x funksiyalarının qrafiklərini 0-90 dərəcə aralığındakı kəsmə nöqtəsinə öz sonuna qədər olan məsafəni istəyir bizdən. Və burada məlum məsələdir ki, hər ikisinin 0-90 aralığında aldığı dərəcə 45 dərəcədir. Yəni 45 dərəcə olacaq burada. Dərəcədir, yəni sinüs 45 dərəcədir. Kosinüs 45 dərəcənin qiyməti eynidir 0-90 aralığında. Və həmin bu nöqtələr kökdə 2 bölünsün 2'yə bərabər olacaq. Yəni kosinüs 45 dərəcədə kökdə 2 bölünsün 2'dir. Sinüs 45 dərəcədə kökdə 2 bölünsün 2'dir. Bizdən də o x oxuna qədər olan məsafəni istəyir və kəsmə nöqtəsindən o x oxuna qədər olan məsafəni istəyir. Kökdə 2 bölünsün 2'yə bərabər olmuş olacaq. 14-cü sualımız trigonometrik nisbətlərə aiddir. Deməli, alfa plus beta 90 dərəcəyə bərabər. Kosinüs beta çıxılsın sinüs beta. Burada ya alfanı beta ilə əvəzləyə, ya da betanı alfa ilə əvəzləyə bilərik. Betanı alfa ilə əvəzləsək, 5
beta bərabərdir 90 dərəcə çıxılsın alfa olacaq. Və gətirib aşağıda da betaların yerinə həmin qiymətləri qoya bilərik. Yəni kosinus 90 dərəcə çıxılsın alfa çıxılsın sinus 90 dərəcə çıxılsın alfa. Bölünsün məxrəci də o qaydada sadələşdirsək, kosinus alfa topla sinus alfa. Məxrəci olduğu kimi saxlayaq. Bərabərdir 3'də 1. 90 dərəcə çıxılsın alfa yenə sinus alfaya bərabər olur. Sinus alfaya bərabər olur. Sinus 90 dərəcə çıxılsın alfa isə kosinus alfaya bərabər olacaq. Məxrəci yenə olduğu kimi yazırıq. Bərabərdir 3'də 1. Burada isə nisbət şəklində də yaza bilərik. Gəlin biraz da sadələşdirək bu ifadəni. Daha sonra verilənləri bucaq qaydasına görə yerinə qoyaq. Sarpaz vursaq buradan 3 sinus alfa çıxılsın 3 kosinus alfa bərabərdir kosinus alfa topla sinus alfa. Sinus alfanı sol tərəfə keçirsəm, burada qalacaq 2 sinus alfa. 3 kosinus alfanı da sağ tərəfə keçirsəm, 4 kosinus alfa. Sinus alfa bərabər olacaq 2 kosinus alfa. Və buradan da nisbət şəklində ifadə eləsək, biz bilirik ki, sinus alfamız 2 kosinus alfaya bərabər oldu və bizdən A bölünsün B nisbətini istəyir. Gəlin, alfanın qarşısı, yəni bizim sinus alfamız nəyə bərabər olur burada? Sinus alfamız qarşı katetin, yəni A-nın, burada bir C götürək, A-nın C-yə nisbətidir. Kosinus alfa isə bitişik katetin B-nin C-yə nisbətidir. Və bizdən də bunların nisbətini istəyir. A-nın B-yə nisbətini. Və buradan da biz sinus alfanı verilən ifadədə yerinə yazaq. A bölünsün C bərabərdir 2B bölünsün C. Buradan da C-lər ixtisar gedəndə 2B bərabər olacaq A-ya, B bərabər olacaq A bölünsün 2. Yəni A 2B-yə bərabərdir. A 2B-yə bərabərdirsə 2B-nin də B-yə nisbəti bərabər olacaq 2. Doğru cavabımız olacaq 2. 15-ci sualımız. Və yaxud da qısa yoldan burada A-nın B-yə nisbəti bizə tangens alfanı da vermiş olur. Tangens alfa qarşı katetin bitişik katetə nisbətidir. Yəni qısa yolla elə də tapa bilərsiniz. Tangens alfa bərabərdir sinus alfa bölünsün kosinus alfa ilə də tapmaq mümkündür. 5-ci sualımızda ifadənin ən böyük qiymətini istəyir bizdən. Baxın, bu tiplərdə böyük sinus 2x çıxılsın 12 kosinus 2x. Bu tiplərdə həmişə baxın bu üstüdən istifadə edirdik. 2 dənə qaydamız var idi. Mənfi kök altında a kvadratı topla b kvadratından müsbət kök altında a kvadratı topla b kvadratı parça daxilində. Bu üstüdən istifadə edəcək. Deməli, A-nın yerində 5 durur, B-nin yerində isə mənfi 12 durur. Gəlin, indi yazaq. Mənfi kök altında 5-in kvadratı 25, 12-nin kvadratı 144. Burada da eynisi olacaq, sadəcə müsbət olacaq. Yəni, aralığı olacaq mənfi 13-dən müsbət 13-ə qədər olan aralıq. Və burada da bizim ən böyük qiymətimiz 13'e bərabər olacaq. 16-cı sualımız. 472 dərəcəli bucaq koordinat sistemində harada yerləşir? 472 dərəcəni biz birinci necə yazmalıyıq? 472 dərəcə bərabərdir 360 dərəcə topla 112 dərəcə. Və 360 topla 112 dərəcə hansı rübə düşmüş olacaq? 360-dan
90 dərəcə hardasa. 90 dərəcə rüblər dəyişəndə 90 dərəcə onda artıq gəlir 450-yə düşür. Deməli 470-yə gəlməsi üçün bu bir rübdə getməlidir. Yəni qayıdacaq, gəlib düşəcək ikinci rübə. Bir rüb qayıdır əvvəlki rübə, birinci rübə qayıdır. Bir rübdə getməlidir ki 472 dərəcəyə çatsın və o zaman ikinci rübə düşmüş olacaq. Doğru variantımız olacaq Y variantı. 17-ci sualımız. 17-ci sualımıza demək olar ki, bayaq işlədiyimiz tip sualdandır. Burada da yenə kosinüs 60 dərəcə ilə sinüs 30 dərəcələrin qiymətini yerinə yazaq. 2-də 1, 2-də 1-i qarşıya çıxaraq. Qalacaq burada kosinüs 72 dərəcə, kosinüs 18 dərəcə. Çıxılsın sinüs 72 dərəcə. Sinus 18 dərəcə. Bu da bizə hansı düsturu verirdi? Kosinüs alfa plus betanın açılışıdır. Yəni kosinüs 90 dərəcəni verəcək olacaq. 2-də 1 kosinüs 90 dərəcə. O yüzden 90-da 0 aldığı üçün 2-də 1-də 0 alınacaq. Nəticəmiz olacaq 0. 18-ci sualımıza baxaq. 18-ci sualımız sinüs alfa bərabərdir kotangens alfa olarsa 4 çıxılsın kosinüs kvadratı alfa çıxılsın kosinüs alfa ifadəsinin qiymətini hesabla. Gəlin biz buradan kotangens alfanın yerinə kosinüs alfa bölünsün sinüs alfa yaza bilərik və buradan da kosinüs alfa bərabər olar sinüs kvadratı alfa. Və buradan da yazarıq 4 çıxılsın kosinüs kvadratı alfa çıxılsın kosinüs alfanın da yerinə yazıram sinüs kvadratı alfa. Mən burada nə edə bilərəm? Yaza bilərəm 4 çıxılsın mənfi var qarşıda. Mötərizədə bunu eynilik kimi yaza bilərəm. Kosinüsün kvadratı alfa topla sinüsün kvadratı alfa. Mötərizənin içərisində bizə 1-i verir və 4 çıxılsın 1. Nəticəmiz bərabər olacaq 2. 18-ci sualımız olacaq D variantı. 19-cu sualımız da sadə sualdır. Alfa bərabərdir mənfi bölünsün 3-dür. Kosinüs alfa tangens alfanın qiymətini bizdən istəyir. Gəlin belə yazaq. Kosinüs alfa tangens alfanın yerinə sinüs alfa bölünsün kosinüs alfa yazıb sadələşdirərəm. Burada kosinüs alfalar da ixtisar edər. Qalar sinüs alfa. Yəni hesablamalıyıq. Sinüs mənfi pi böl 3. Sinüs mənfi pi böl 3-də bizə verəcək mənfi 3 bölünsün 2. Sinüs 60 dərəcədə kökdə 3 bölünsün 2. Mənfi kökdə 3 bölünsün 2. 19-cu sualımızın cavabı olacaq D variantı. 20-ci sualımıza baxaq. 20-ci sualımız sinüs alfa. Sinüs 20 kosinüs 15 kosinüs 20 sinüs 15 və bu da bizə hansı düsturu verəcək? Ki sinüs alfa plus betanı verir. Sinüs alfa plus betanı. Yəni sinüs 35 dərəcəni verəcək. Sürət sinüs 35 dərəcə olacaq. Mənfisi 3 sinüs 35 dərəcədir. Sinüs 35 dərəcə. Sinüs 35 dərəcələrdə ixtisar gedəcək. Nəticəmiz qalacaq 3-də 1. 20-ci sualımız olacaq C variantı. 21-ci sualımız 4 sinüs kvadratı 18 dərəcə topla 2 sinüs 18 topla 2 onda 5 ifadəsinin qiymətini hesablayın. Sinüs kvadratı 18 dərəcəni yaza bilərəm. 1 çıxılsın kosinüs 36 dərəcə bölünsün 2 şəklində. Topla 2 sinüsün kvadratı 18 dərəcə topla 2 tam onda 5. Bölünən 2-ni ixtisara aparıram. Burada 2 qalar. Çıxılsın 2 kosinüs və birbaşa 2 tam onda 5-dən də toplayıb birbaşa 4 onda 5 yazır. 4 onda 5 çıxılsın 2 kosinüs 36 dərəcə topla 2
sinus 18 dərəcə. Burada kvadrat yoxdur. Sinus 18 dərəcə bərabərdir. 4,5 çıxılsın. Bunların hər ikisini eyni dərəcəyə gətirmək, yəni 2-ni çıxaraq 36 dərəcənin 90 çıxılsın 54 yazsaq, kosinus bu bizə verəcək sinus 54 dərəcə. Çıxılsın sinus 18 dərəcəndə olduğu kimi yazırıq. Sinus 54 dərəcə çıxılsın sinus 18 dərəcə. Bunda sinuslar fərqi kimi yaza bilərik. Müqayisənin içərisində 4,5 çıxılsın 2 vurulsun. 2, bir dəfə bunların cəmini bölürük 2-yə, bir dəfə də fərqini, yəni sinus 2, sinus 18 dərəcə, kosinus 36 dərəcə. Davamını yuxarıdan yazaq. Bərabərdir. 4,5-in olduğu kimi yazırıq. Və bunu mən 2 vurulsun. 2 sinus 18 kosinus 36 dərəcəni kosinus 18 dərəcəyə vurub bölürüm. Orada sinus 2 alfaya gətirmiş durub. Sinus 18 dərəcə kosinus 36 dərəcəni kosinus 18 dərəcəyə vururam və kosinus 18 dərəcəyə bölürüm. 4,5-in olduğu kimi yazıram. İndi baxıram sürətdən 2 sinus 18 kosinus 18 mənə verəcək sinus 2 alfanı. Yəni sinus 36 dərəcəni. Yəni bu 2 olduğu kimi qalacaq. Amma bu 2 sinus 18 ilə kosinus 18 mənə verəcək sinus 36 dərəcəni. Kosinus 36 dərəcəni olduğu kimi yazıram. Bölünsün kosinus 18 dərəcə. Bərabərdir. Baxın, indi yuxarıda yenə sinus 2 alfanın düsturuna gəldi. 2 sinus 36 kosinus 36 dərəcədə bizdən verir. Sinus 72 dərəcəni bölünsün kosinus 18 dərəcə. Və 4,5-in olduğu kimi yazıram. Sinus 72 dərəcəni deməli biz yaza bilərik və yaxud da kosinus 18 dərəcəni 90-72 yaza bilərik. 90-72 dərəcə yazan zaman o da bizə verəcək sinus 72 dərəcəni. Yəni sinus 72 dərəcə bölünsün sinus 72 dərəcə. Birinci rübə düşdüyü üçün, birinci rübdə müsbət olduğu üçün, yəni sadəcə adı dəyişəcək, işarəsi dəyişməyəcək. Sinus 72-ni sinus 72 bölən zaman 1 qalacaq. 4-də 1-dən də 1-i çıxan zaman nəticəmiz olacaq 3,5. 21-ci sualımızın cavabı olacaq C variantı. 22-ci sualımıza baxaq. 3 kökdə 3 qarşıya çıxarsaq, 3 kökdə 3-ü qarşıya çıxaraq, tangens 15 dərəcə. Sinus 20 dərəcə ilə də kosinus 70 dərəcə ixtisar gedəcək. Çünki kosinus 70 dərəcəni yenə 90 çıxılsın 20 yaza bilərik. O da bizə sinus 20 dərəcəni verəcək. Artıq sinus 20 dərəcə ilə sinus 20 dərəcələr ixtisar gedəcək. Və burada qalacaq. Vurulsun. Tangens 15 dərəcə. 15 dərəcə bölünsün. 2 vurulsun. 1 çıxılsın. Tangensin kvadratı 15 dərəcə. Tangens alfa bölünsün 1 çıxılsın tangensin kvadratı alfa. Düsturumuzu xatırlayaq. Tangens 2 alfa bərabər edir tangens alfa
bölünsün 1 çıxılsın tangent kvadratı alfa. Baxın, bu düsturda ona bənzəyir, amma sadəcə burada 2 çatmır. Yəni 3 kökdəki biz saxlayaq. Sürət və məxrəci 2-yə vuraq. Sürəti məxrəci 2-yə vurub belə. Yəni 2 tangent 15 dərəcə, məxrəcə də eyni qaydada 2 vurulsun 2. 1 çıxılsın tangent kvadratı 15 dərəcə yazaq. Yəni bu 2 tangent alfa bölünsün 1 çıxılsın tangent kvadratı alfa bizə tangent 30'u verəcək. 3 kökdə 3 tangent 30 dərəcə bölünsün məxrəcdə də 4 qalacaq. Tangent 30 dərəcənin də qiyməti 1 bölünsün, yəni kökdə 3 bölünsün 3'ə bərabərdir. Tangent 30 dərəcənin qiyməti. 3 kökdə 3 vurulsun 1 bölünsün kökdə 3 bölünsün 4. Buradan da kökdə 3'lər iqtisad gedər. Nəticəmiz olar 4'də 3. Doğru cavabımız olacaq 23-cü sualımızda B variantı. 23-cü sualımız da çox sadə bir sualdır. Gəlin onu sadələşdirək. 1 bölünsün kosinus x olduğu kimi yazın. Tangent x biz bilirik ki sinus x böl kosinus x. Bölən zamanda sürətlə məxrəcin yerini dəyişirik. Kosinus x bölünsün, yəni böldüyümüz ədədir. Böldüyümüz kəsin sürət və məxrəcinin yerini dəyişirik. 1 bölünsün kosinus x vurulsun kosinus x bölünsün sinus x. Burada da kosinus x-lər iqtisad gedər. Nəticəmiz qalar 1 bölünsün sinus x. Doğru cavabımız bu şəkildə olacaq. 24-cü sualımıza baxaq. 24-cü sualımızda sinus alfa, sinus beta, sinus 34 dərəcə, sinus 64 dərəcə, sinus 56 dərəcə, sinus 26 dərəcə. Biz burada sinus 34 dərəcənin yerinə 90 çıxılsın 56 dərəcədə yaza bilərik. Yəni sinus 90 çıxılsın 56 dərəcə 64'ün yerinə isə yaza bilərik. Sinus 90 çıxılsın 26 dərəcə. Topla. Sinus 56 dərəcə. Sinus 26 dərəcəni olduğu kimi saxlayıram. 90 çıxılsın alfa birinci rübə düşəcək. Adı dəyişəcək. Olacaq kosinus 56 dərəcə. Sinusda da eyni qaydada. Burada da adı dəyişiləcək. Olacaq bu dəfə də kosinus 26 dərəcə. Topla. Sinus 56 dərəcə. Sinus 26 dərəcə. Bu da bizə hansı düsturu verir? Əlbəttə ki, kosinus alfa minus beta'nın açılışıdır. Kosinus alfa minus beta. Yəni kosinus 30 dərəcə. Kosinus 30 dərəcədir. Kökdə 3 bölünsün 2'dir. 24-cü sualımız olacaq A variantı. 25-ci sualımıza baxaq. 25-ci sualımızda kosinus kvadratı 10 dərəcə, kosinus kvadratı 26 dərəcə, topla kosinus kvadratı 64, kosinus kvadratı 80 dərəcədir. Gəlin belə edək. Kosinus kvadratı 64 dərəcənin yerinə biz yaza bilərik. Kosinus kvadratı 90 çıxılsın 26 dərəcə. Kosinus kvadratı 10 dərəcənin də yerinə 90 çıxılsın 80 dərəcə yazarıq. Kosinus 26 dərəcənin də yerinə yazarıq. Kosinus kvadratı 90 çıxılsın 64 dərəcə yazarıq. Digərlərini olduğu kimi saxlayaq. Kosinusun kvadratı 64 dərəcə. Topla kosinusun kvadratı 80 dərəcə. Biz bilirik ki, yəni kosinus kvadratı 90 çıxılsın 80 birinci rübə düşəcək. İşarə dəyişməyəcək, amma adı dəyişəcək. Sinus kvadratı 80 dərəcə olacaq. Topla, digər də eyni qaydada olacaq. Sinus kvadratı 64 dərəcə. Topla. Kosinus kvadratı 64 dərəcə. Topla. Kosinus kvadratı 80 dərəcə. Sinus kvadratı 80'dən kosinus kvadratı 81'i verəcək.
Sinüs kvadrat 64-dən də kosinüs kvadrat 64 1-i verəcək. Və nəticəmiz olacaq 2. Doğru cavabımız 25-ci sualımızda olacaq 2. 26-cı sualımıza baxaq. 26-cı sualımızda şəkildə əsasən 3 sinüs alfa çıxılsın 2 kosinüs alfanın qiymətini hesab. Gəlin baxaq. Üç sinüs alfa çıxılsın 2 kosinüs alfa. Sinüs alfa qarşı katetin hipotenuza nisbətidir. Baxın, deməli bizim bu çevrənin radiusu 5-ə bərabərdir. Yəni deməli bu hissədə 5 olacaq. Buradan bura qədər məsafəmiz isə 3-dür. Deməli digər katetimiz də 4 olacaq. Artıq sinüs alfa qarşı katetin, yəni 4-ün 5-ə nisbətidir. 3 vurulsun 4-ün 5-ə nisbəti, kosinüs alfa isə bitişik katetin, yəni 3-ün 5-ə nisbətidir. Bərabərdir 5-də 12 çıxılsın 5-də 6. Və bu da bərabərdir 5-də 6 edəcək. 5-də 6-nı da 6-nı da 5-ə bölən zaman 1/2-yə bərabər olacaq. Yəni doğru cavabımız olacaq 1/2. 27-ci sualımız. 27-ci sualımızda kotangens alfa mənfi 1-ə bərabərdir. Kosinüs kub alfa çıxılsın sinüs kub alfa. Aşağıda isə sinüs kub alfa çıxılsın 2 sinüs kvadrat alfa kosinüs kvadrat alfadır. Gəlin bunun hər tərəfini sinüs kub alfaya bölək. Kosinüs kub alfanı sinüs kub alfaya böləndə bizə verəcək kotangens kubu alfa. Sinüs kub alfanı sinüs kub alfaya bölsəm 1 verəcək. İndi məxrəcdə eyni qaydada bölürəm. Məxrəcdə də yenə sinüs kub alfanı sinüs kub alfaya bölsək 1 verəcək. Digərini isə sinüs kub alfaya bölsək qalacaq 2 kosinüs alfa bölünsün sinüs alfa qalacaq. Yəni 2 kotangens alfanı verəcək bu da bizə. Burada da olacaq kotangensin kubu alfa çıxılsın 1 bölünsün 1 çıxılsın 2 kotangens alfa bərabərdir. Kotangens alfanın yerinə mənfi 1 qoymalıyıq. Mənfi 1'in kubu çıxılsın 1 aşağıda isə 1 topla 2. Mənfi 1'in kubu mənfi 1 verəcək. Mənfi 1 ilə mənfi 1 toplayan zaman mənfi 2, mənfi 3'də 2 olacaq nəticəmiz. Yirmi 28-ci sualımız. 28-ci sualımızda sinüs kvadratı 10 dərəcə bölünsün 2 sinüs kvadratı 5 dərəcə çıxılsın kosinüs 10 dərəcə. Deməli burada sinüs kvadratı 10 dərəcəni olduğu kimi saxlayaq. Məxrəci isə 2 vurulsun sinüs kvadratı 15 dərəcəni yaza bilərəm 1 çıxılsın kosinüs 10 dərəcə bölünsün 2 kimi çıxılsın kosinüs 10 dərəcə. Bərabərdir. Sinüs kvadratı 10 dərəcə bölünsün. İkilər ixtisar edir, qalır 1 çıxılsın kosinüs 10 dərəcə. Çıxılsın kosinüs 10 dərəcə. Buradan da ortaq məxrəcə gətirərik. Yuxarıdan yazaq, ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz 1 çıxılsın kosinüs 10 dərəcə. Böləndə burada qalacaq sinüsün kvadratı 10 dərəcə çıxılsın mənfi kosinüs çıxılsın kosinüs 10 dərəcə topla kosinüsün kvadratı 10 dərəcə.
Və burada da bu ifadə bizə yenə 1-i verəcək. Nəticəmiz olacaq 1 çıxılsın kosinus 10 sürətdə. Məxrəcimiz də 1 çıxılsın kosinus 10-dur. Bunlar da bir-birinə bölən zaman nəticəmiz 1-ə bərabər olacaq. 25-ci sualımızda, daha doğrusu 28-ci sualımızda olacaq cavabımız 1. Yirmi 9-cu sualımıza baxaq. Tangens x ilə kotangens x-in cəmi 3-ə bərabərdir. Tangens kvadratı x çıxılsın 1 bölünsün sinus x kosinus x. Kotangens kvadratı x ifadəsinin qiymətini tap. Gəlin yazaq sinus x kosinus x topla kosinus x bölünsün sinus x bərabərdir 3-ə. Buradan da ortaq məxrəc tapsaq kosinus x sinus x sinusun kvadratı x topla kosinusun kvadratı x bərabərdir 3-ə. Deməli, buradan da nəticəmiz olur 1 bölünsün sinus x kosinus x-imiz bərabər olacaq 3-ə. Yəni, bu ifadənin yerinə 3 yaza bilərik. Tangens kvadratı x-nə, bu tangens kvadratı x-də bir-birinin tərs funksiyasıdır. Sadələşdirdik artıq. Yazarıq tangensin kvadratı x topla tangensin kvadratı x çıxılsın və bu ifadəni də biz 3 tapdıq. Bərabərdir. Bunu da yazarıq tangens x topla tangens x-in kvadratı, çünki ifadənin qiyməti və onu bizə çıxılsın. 2 tangens x, kotangens x. Tangens x-i və çıxılsın 3. 3-ün kvadratı çıxılsın. Bunlar da tərs funksiya olduğu üçün 2 tangens x, kotangens x bizə 1-i verəcək. 2-yə də vurulacaq 2. Çıxılsın 3. Yəni 9 çıxılsın 2, 7. 7 də çıxılsın 3. Cavabımız bərabər olacaq 4-ə. 29-cu sualımızda cavabımız olacaq 4. Yəni, müxtəsər mod üsulundan istifadə edərək biz bunu həll etdik. 9-cu sualımızda isə kosinus 40 dərəcə vurulsun, 1 çıxılsın 2 kosinus 80 dərəcə. 1 çıxılsın 2 kosinus 80 dərəcə, deməli, kosinus 40 dərəcə. Vurub açaq, yəni kosinus 40 dərəcə, mütərizəni açaq, çıxılsın 2 kosinus 40 dərəcə, kosinus 80 dərəcə. Çıxdan sonra fasilin cəmə çevrilməsi düsturundan istifadə edərək kosinus 40 dərəcə çıxılsın 2 vurulsun 2-də 1. Bir dəfə bunların cəminin, yəni kosinus alfa plus beta, bir dəfə də kosinus alfa minus betanı yazırıq. Yəni kosinus 120 dərəcə topla kosinus 40 dərəcə. Kosinus 40 dərəcəni yenə olduğu kimi yazırıq. Burada ikilər ixtisar edir. Kosinus 20 dərəcədə bizə mənfi 2-də 1-i verir. Çıxılsın mənfi 2-də 1. Bir də çıxılsın kosinus 40 dərəcə. Və buradan kosinus 40 dərəcələrdə ixtisar edəcək. Nəticəmiz qalacaq müsbət 2-də 1. 2-də 1. Yəni, cavabımız olacaq 0,5 Y variantı. 31-ci sualımız. 31-ci sualımız isə sinus kubu 3x, kosinus 3x, kosinus kubu 3x, sinus 3x funksiyasının ən kiçik müsbət dövrünü istəyir bizdən. Gəlin buradan hər ikisindən sinus 3x, kosinus 3x hasilini mütərizə xaricinə çıxaraq. Sinus 3x, kosinus 3x. Çıxaran zaman burada sinusun kvadratı 3x, digərində isə kosinusun kvadratı 3x qalacaq. O düsturda bizə təbii ki 1-i verəcək və bunu da
Sinüs 2 alfa üstünə gətirmək üçün yaza bilərəm. 2-də 1 sinüs 6x kimi. Yəni bu 2 sinüs 3x kosinüs 3x və 2 ilə də ixtisar gedən zaman sinüs 3x kosinüs 3x qalacaq. Və buradan da 4-ü tapmaq üçün mən 2 pini 6-ya bölərəm. Yəni pi bölünsün 3-ə bərabər olacaq. Ən kiçik müsbət 4-ümüz. 31-ci sualımız olacaq. Y variantı. 32-ci sualımıza baxaq. 32-ci sualımız 1 plus sinüs kvadratı alfa çıxılsın kosinüs kvadratı alfa bölünsün 4 sinüs kvadratı alfa düsturunun ifadəsini sadələşdir. Deməli, gəlin belə yazaq, 1 çıxılsın. Gəlin belə edək, 1 çıxılsın, mən buraya yaza bilərəm, kosinüsün kvadratı alfa çıxılsın, sinüsün kvadratı alfa bölünsün 4 sinüs kvadratı alfa bərabər. Bax, bu düsturu kosinüs kvadratı alfa çıxılsın, sinüs kvadratı alfa kosinüs 2 alfa düsturunda verir. 1 çıxılsın, kosinüs 2 alfa bölünsün 4 sinüs kvadratı alfa. 4 sinüs kvadratı alfanın yerine də mən yaza bilərəm. 1 çıxılsın kosinüs 2 alfanın olduğu kimi yazıram. Aşağı necə yaza bilərəm? 1 plus kosinüs 2 alfa sinüs kvadratı alfanın bölünsün 2 kimi. Daha doğrusu 1 çıxılsın kosinüs kvadratı. 1 çıxılsın kosinüs 2 alfa bölünsün 2 yaza bilərəm. Buradan da 4 ilə 2'lər ixtisar gedər, 2 qalar. Və bunu da buna bölən zaman 1 çıxılsın kosinüs 2 alfanı bölən zaman 2'də 1 qalacaq, 2'də 1 də bərabər olacaq 0,5. Yəni doğru cavabımız olacaq 32-ci sualımızda B variantı. 33-cü sualımız. 33-cü sualımızda, yəni dərəcənin birində yanlışlıq olduğu üçün burada tam cavab almaq mümkün deyil. Ona görə də 33-cü sualımıza keçirik. Növbəti 34-cü sualımıza baxaq. 34-cü sualımızda sinüs alfa 1'ə bərabərdir. Kosinüs alfa plus kotangens alfanın yerinə yaza bilərik. Kosinüs alfa bölünsün sinüs alfa bərabərdir. Sinüs alfamız 1'ə bərabərdir. Deməli, 1'ə bərabərsə burada qalacaq 2 kosinüs alfa. 2 kosinüs alfanı hesablamaq üçün biz 2 kosinüs alfanın yerinə 2 vurulsun. Kök altında 1 çıxılsın. Sinüs kvadratı alfa yaza bilərik. Bərabərdir 2 vurulsun. 1 çıxılsın 1. 0'a bərabərdir. 0'da 2'yə vuran zaman 34-cü sualımızda 0'a bərabər olacaq. 35-ci sualımıza baxaq. Beşinci sualımızda sinüs alfa kosinüs alfa kökdə 2'yə bərabərdir. Sinüs alfa kosinüs alfa hasilini bizdən tələb edir. Gəlin hər tərəfini kvadrata qaldıralım. Sinüs alfa topla kosinüs alfanın kvadratı bərabərdir kökdə 2'nin kvadratı. Hər tərəfi kvadrata qaldıraq. Sinüsün kvadratı alfa topla kosinüsün kvadratı alfa topla 2 sinüs alfa kosinüs alfa bərabərdir 2. Bura bizə 1 verəcək. 1 vurulsun topla 2 sinüs alfa kosinüs alfa bərabərdir 2. Buradan da sinüs alfa kosinüs alfanı tapsaq 2'dən 1 çıxarıq 1. 1'i də bölərik 2'yə. Yəni 2'də 1 0'dan
bərabər olacaq. 36-cı sualımız isə tangens x-dən kotangens x 4-ə bərabərdir. Tangens kvadratı x topla kotangens kvadratı x ifadəsinin qiymətini tap. Burada da yenə eyni qaydada 35-dəki kimi kvadrata qaldırır. Tangens x-in kvadratı bərabərdir 4-ün kvadratı. Tangens kvadratı x topla kotangens kvadratı x topla 2 tangens x kotangens x bərabərdir 16. Və bu ifadə bizə 1'i verəcək tərs funksiya olduğu üçün və buradan da tangensin kvadratı x ilə kotangens kvadratı x'i tapsaq 16-dan 2'ni çıxarıq və nəticəmiz olacaq 14. Yəni doğru cavabımız 36-cı sualımızda olacaq 14. 37-ci sualımız uyğunluq sualıdır. Gəlin bir-bir uyğunlaşdıraq. Sinüs alfa topla 3. Sinüs alfa topla 3'ün ən böyük qiyməti. Ən kiçik qiyməti -1 topla 3'dür burada. Yəni 2'yə bərabərdir. Baxın birinci üçün yazsaq bir qiymətimiz olacaq 1 plus 3 bərabərdir 4'ə. Yəni daha sonra -1'i qoysaq, -1 topla 3'ü də qoysaq, bu da olacaq 2. Və ən böyük qiymətlə ən kiçik qiymətə toplayan zaman 4 topla 2 bərabər olacaq 6'ya. Birinci sualın cavabı olacaq C variantı. İkinci sualda kosinüs kvadratı alfa. Ən kiçik qiyməti 0'dır. Yəni 4'ü vurduq 0'a çıxdıq 1'ni. Qaldı -1. Bir də 4'ü vurduq 1'ə çıxdıq 1'ni. Burada da qaldı 3. Və 1 ilə də 3'ü toplayan zaman bərabər olur 4'ə. Yəni ikinci sualımız olur A variantı. Aferin sən. Deməli burada -1 və 3 oldu. -1 ilə də 3'ü toplayan zaman nəticəmiz olacaq 2. İkinci sualımız olacaq B variantı uyğunluq. Üçüncüdə isə sinüs kubu alfadır. Sinüs kubu alfadırsa yenə burada ən böyük qiymətimiz. Yəni sinüs kubunda 1'dir. Yəni 7 vur 1 topla 2. Bir qiymətimiz olacaq 9. Bir qiymətimiz də -1'dir. 7 vur -1 topla 2. Bu da -5 verəcək. 9 ilə də -5 ilə də 9'un cəmi bərabər olacaq -4'ə. Yəni üçüncü sualımız da olacaq uyğun. A variantı və çıxan zamanda 14 alınır. Həm də D variantı. -5 ilə 9'u çıxan zamanda, daha doğrusu 9'dan -5'i çıxan zamanda 14 alınır. Və deməli, həm də D variantı uyğun gələcək üçüncü sualımıza. Yəni 37-ci sualımızın cavabları bu şəkildə uyğunlaşdırılacaq. 38-ci sualımıza baxaq. 38'i 2 kosinüs kvadratı alfa, 2 kosinüs kvadratı alfanın yerinə yaza bilərik. 2 vurulsun 1 plus kosinüs 2 alfa bölünsün 2 çıxılsın. Sinüs kvadratı alfanın yerinə yazarıq. 6 vurulsun 1 çıxılsın kosinüs 2 alfa bölünsün 2. Topla, bunu da parçalayıb yazarıq. 3 vurulsun 2 sinüs alfa
kosinus alfa bərabər. Buradan 2'lər iktisad gider. Buradan 6'dan 2 iktisad gider. 3 qalar. Bunu sadələşdirək. 1 plus kosinus 2 alfa çıxılsın 3 plus 3 kosinus 2 alfa. Topla 3 sinus 2 alfa. Digər hissəsini yuxarıdan yazaq. Deməli, nəticə oldu. Birdən 3 çıxan zaman mənfi 2 qalacaq. Qaldı burada kosinus. Kosinus 2 alfa topla 3 sinus 2 alfa topla 3 kosinus 2 alfa bərabərdir. 4 kosinus 2 alfa 4 kosinus 2 alfa topla 3 sinus 2 alfa və çıxılsın 2. 4 kosinus 2 alfa topla 3 sinus 2 alfa çıxılsın 2. Və indi bizdən bu ifadənin ən böyük qiymətini istəyir. Ən böyük qiymətində bu cür ifadə ən böyük qiyməti tapmamız. Qayda dedik ki, kök altında yazırdıq 4'ün kvadratı topla 3'ün kvadratı. Bərabərdir 5. Bu olurdu bizim ən böyük qiymətimiz. Yəni mənfi 5'dən müsbət 5'ədir, amma ən böyük qiymət burada 5 olur və 5'dən 2 çıxan zaman nəticəmiz bərabər olacaq 3'ə. 5 çıxılsın 2 və bizim ən böyük qiymətimiz 3'ə bərabər olacaq. Otuz doqquzuncu sualımızda funksiyalardan hansı birinci rübdə artandır? Birinci rübdə biz bilirik ki, bir tangens artandır və bir də sinus x funksiyaları artandır. Yəni 39-cu sualımız olacaq B variantı. 40-cı sualımızda sadələşdirmək. Gəlin sadələşdirək. Sinus 1 çıxılsın alfa düşəcək ikinci rübə. İkinci rübədə sinus müsbətdir. Ona görə işarəsi dəyişmir. Adı da dəyişmir. Sinus alfa. Amma kosinus 270 çıxılsın alfa üçüncü rübə düşəcək. Mənfidir və işarəsi də dəyişəcək. Mənfi sinus alfa olacaq. Topla 4 sinus kubu alfa 4 sinus kubu alfa topla 2. Və bunlar islah gedir. 4 sinus kubu alfa topla 2. Ən böyük və ən kiçik qiymətlərin cəmini tapmaq üçün bir dəfə yerinə 1 qoyuruq. 4 olsun 1 topla 2 6. Bir dəfə də mənfi 1 qoyuruq. Mənfi 1 qoyan zaman da olacaq mənfi 2. Və bunların da cəmi bizə verəcək mənfi 2 topla 6 da bizə verəcək müsbət 4'ü. Yəni A variantı. 40-cı sualımızın cavabı olacaq A variantı. 41-ci sualımız. Sinus 35 topla x sinus 25 çıxır. X çıxılsın sinus 30 dərəcə.
ifadəsinin ən böyük qiymətini istəyir bizdən. Deməli, sinus 35 dərəcə topla x. Topla sinus 25 dərəcə. Bunu sinus alfa plus sinus beta kimi yazaq. Yəni, bizə verəcək 2 sinus. Bunların cəmini tapsaq 60 böl 2-ni verəcək. Fərqini tapanda isə olacaq kosinus 10 topla 2x bölünsün 2. Çıxılsın 2-də 1 sinus 30 dərəcədə 2-də 1-ə bərabərdir. Burada da sinus 30 dərəcə yaranır. Sinus 30 dərəcəni yenə yazarıq. Sinus 30 dərəcənin qiyməti 2-də 1-dir. Yəni yazarıq 2 vurulsun 2-də 1. Sinus 10 dərəcə plus 2 bölünsün 2 çıxılsın 2-də 1. Bərabərdir. Buradan da 2'lər ixtisar gedər. 2'lər ixtisar gedər. Kosinus 10 plus 2x bölünsün 2 çıxılsın 2'də 1. Bu da bizə kosinus 5 plus x'i verir. Kosinus 5 plus x çıxılsın 2'də 1. Və bizdən bunun ən böyük qiymətini istəyir. Ən böyük qiyməti tapmaq üçün 1 verərik. Bunun kosinus 5 plus x-ə 1 çıxılsın 2'də 1. Nəticəmiz olacaq 2'də 1. Yəni 0,5 y variantı olacaq 41-ci sualımız. Və sonuncu 42-ci sualımıza da baxaq. Bununla da bu mövzunu yekunlaşdıraq. 42-ci sualımız 4 sinus 8 alfa kosinus 4 2 alfa çıxılsın sinus 4 2 alfa. 4 sinus 8 alfanı yaza bilərik. 4 vurulsun 2 sinus 4 alfa kosinus 4 alfa. Məxrəci də sadələşdirə bilərik. Kosinusun kvadratı 2 alfa çıxılsın. Sinusun kvadratı 2 alfa. Kosinusun kvadratı 2 alfa topla. Sinusun kvadratı 2 alfa. Bu bizə 1'i verəcək. Bu da bizə kosinus 4 alfanı verir. Kosinus 4 alfa. Kosinus 4 alfalar da buradan ixtisar gedən zaman nəticəmiz qalacaq 8 sinus 4 alfa. Doğru cavabımız olacaq A variantı. Bugünlük izahımızdan bu qədər. Ümidvaram ki, izah sizlər üçün aydın oldu. Əgər bu cür izahların davam etməsini istəyirsinizsə, şərh bölməsində fikirlərinizi qeyd etməyi unutmayın. Kanala daxil olub, abunə olub, bildirişlər açmağı unutmayın ki, kanalda izah paylaşılan zaman ilk siz xəbərdar olasınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti video izahlarda görüşənədək. Sağ olun.